Salam kanalımın əziz izləyiciləri. Bugün sizlərlə çox dadlı bir keks resepti bölüşəcəyəm. Əminəm ki, hazırlasanız çox bəyənəcəksiniz. Öncə 3 ədəd yumurtanı 2 ədəd soyulmuş naringi ilə blenderdən keçiririk. Sonra bir qaba əlavə edib üzərinə yarım stəkan duru yağ, 1 stəkan şəkər tozu əlavə edib çırpırıq. 1 paket qabartma tozu, 1 paket vanil və 1 stəkan yarım ərəkdən keçirdiyimiz unu da əlavə edib qarışdırırıq. Naringilərin qabıqlarını soyub 2 hissəyə ayırırıq. Bişirəcəyimiz qabın içərisinə palka kağızı çəkib, üzərini yağlayıb, şəkər tozu səpirik. Sonra 2 hissəyə ayırdığımız naringiləri kəsilmiş hissəsi aşağı olmaq şərti ilə qaba düzürük. Hazırladığımız kütləni naringilərin üzərinə tökürük. Öncədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqəyə yaxın bişiririk. Keksimiz hazır olduqdan sonra bir qab qoyub üzü aşağı çeviririk. Gördüyünüz kimi çox möhtəşəm görünür. Əmin olun ki, dadı da göründüyü kimi çox gözəldir. Bugünlük də bu qədər əziz izləyicilərim. Yeni videolarda, yeni reseptlərlə görüşmək ümidi ilə sağ olun. Hələlik.